Belə bir sual verib, bu dim sualı rasional tənlikdir. Deyir, A-nın hansı qiymətində tənliyin bir kökü var. Biz ilk öncə surəti vuruqlarına ayıraq. X plus 1, X plus 2 bölünsün X plus A bərabərdir 0. Burada 2 hal olacaq. Niyə? Çünki biz məxrəci ixtisar eləməliyik ki, surətdəki tənliklərdən biri qalsın. Məxrəci ixtisar eləmək üçün X plus 1, surət olduğu kimi yazırıq, X plus 2. Məxrəcdə A-nın yerinə bir dəfə 1 yazıram. X plus 1 yazıram. A bərabərdir 1, bərabərdir tənliyin 0. İndi X plus 1'lər ixtisar getdi. Qaldı X plus 2 bərabərdir 0, X də bərabərdir mənfi 2. Gördünüz, X-in bir qiyməti oldu. Yəni A-nın tənliyin bir qiyməti oldu. İkinci halda isə A-nın yerinə 2 yazacağım. Bu zaman yazıram X plus 1, X plus 2 bölünsün X plus 2 bərabərdir 0. Bu dəfə X plus 2'lər ixtisar gedəcək. Qalacaq X plus 1 bərabərdir 0. X də bərabərdir mənfi 1. Deməli, A-nın 1 və ya 2 qiymətində tənliyin bir həll olacaq. A bərabərdir 1 və ya A bərabərdir 2. Cavab Y bəndi.